Bu video səni qüzuqlandıracaq. Çünki Qratian yaltaqlanmır. O səni həyata hazırlayır. Qulaq as. Qratian dünyəvi hikmətin əl-kitabında yazırdı. Həyat bir savaş meydanıdır. Duyğularına, şəhvətinə, sadəlövlüyünə müqavimət göstərməyən adam həmişə məğlub olur. Şeytan burada sənin içindəki tələskənlikdir. Açıqlığın, qəzəbin, hər kəsə inanmaq istəyindi. Qratian deyir, hər şeyi vaxtında et, amma heç vaxt tələsmə. Amma sən hər gün emosiyalarının qulu olub qaçırsan. Qratian nə öyrədir? Özünü idarə etməyi öyrən. Sənin ən böyük düşmənin sənin özünsən. Duyğularına göstərən adam rəqiblərinə silah verir. Amma sən hər gün sosial mediada, işdə, ailədə öz qəzəbini, paxıllığını, hərisliyini açıq-aşkar göstərirsən. Görünüşünə diqqət et. İnsanlar səni göründüyün kimi qiymətləndirir. Qratian deyir, heç vaxt tam açıqlama, amma heç vaxt tam gizlətmə. Sən isə hər şeyi açıqlayırsan, sonra da niyə mən istifadə edirlər deyirsən. Bəs dostlarınla necə davranmalısan? Onlara qarşı səmimi ol, amma elə davran ki, sabah düşmənin ola biləcəklərini unutmayasan. Səmimi ol, amma heç vaxt tam etibar etmə. Sən isə hər kəsə yaxşı insan kimi yanaşır. Sonra arxadan bıçaqlanırsan. Vaxtı bil. Fürsəti vaxtında dəyərləndir. Susmağı vaxtında bacar. Amma sən tələsir, danışır, hərəkət edirsən. Nəticədə hər şey əlindən qaçar. Qratian deyir, axmaqlar tələsirlər, ağıllılar gözləyir. Sən hansı tərəfdəsən? Qratian xəbərdarlıq edirdi. Hər kəs öz marağını düşünür. Sən isə hələ də hamı yaxşıdır nağılına inanırsan. Bu sadəlövlük sənin ən böyük şeytanındır. Mükəmməl iş gör, amma zəhmətini gizlət. Qoy hər şey sənə asan bir görünüşdə gəlsin. Çünki çabalamaq zəiflik əlamətidir. Sən isə ya heç nə etmir, ya da hər şeyi gözə soxursan. Nəticədə ortada qalırsan. İşdə, münasibətlərdə, həyatda səni idarə edənlər öz emosiyalarını idarə edənlərdilər. Sən öz emosiyalarını idarə edə bilmirsən. Sonra da başqaları səni idarə edir. Gizli qal, qiymətini qaldır. Amma sən hər gün özünü ucuzlaşdırırsan. Boş söhbətlərlə, asan razılaşmaqla, zəiflik göstərməklə. İndi seçim sənindir düşünən adam. Daxili şeytanına, impulslarına, sadəlövlüyünə müqavimət göstər. Özünü idarə et, görünüşünə hakim ol. Vaxtı və fürsəti bil, susmağa öyrən. Dünyanı Qratian kimi oxu. Hiləgər, ehtiyatlı və qalib. Qratian deyir, ağıllı adam hər şeyi vaxtında edər. Bu videodan sonra aşağıda mən özümü idarə edəcəm yaz. Videonu paylaş ki, başqaları da sadəlövlükdən oyansın. Bu mesaj səni rahatlaşdırmaq üçün deyil, səni həyat savaşına hazırlamaq üçündür. Görüşənədək, əgər abunə olmusansa.